İnsanın ən qədim və mürəkkəb hisslərindən biri olan qısqanclıq bu gün də münasibətlərin sarsılmasının əsas səbəblərindən sayılır. Bəzilərinə görə qısqanclıq sevgi göstəricisi kimi qəbul olunsa da, bəziləri üçün bu özünə inamsızlıq, itirmək qorxusu və nəzarət ehtiyacı hesab olunur. Elə bir dərəcədə olmalıdır ki, münasibət yaranmasın. Əslində kişi elə eləməlidir ki, qısqanclığa səbəb olmasın. Amma məncə qısqanclıq sevgidən yaranan bir şeydir. Çünki o insana qarşı istəyin, sevgin olmasa, o qısqanclıq heç vaxt ola bilməz. Qısqanmaq inamsızlıq deyə bir şey deyil. Sadəcə sevdiyin insanı qorumaq kimi mən başa düşürəm. Məncə qısqanclıq əslində özgüvənsizlikdən irəli gəlir. İnsan özünə güvənməyəndə artıq öz ətrafındakı insanları da, həmçinin qarşı tərəfi də qısqanmağa başlayır. Sağlam qısqanclıq tərəflərin dəyərli hiss etdiyini göstərir. Amma bu hiss nəzarətə, qadağalara və təzyiqə çevrildikdə artıq psixoloji problem yaranır. Psixoloq Elnur Rüstəmov deyir ki, qısqanclığın normal və patoloji səviyyələri var. Normal səviyyədə olan qısqanclıq münasibətlərə dinamika, hərəkətlilik qatdığı halda patoloji qısqanclıq münasibətləri korlayır, insanı şiddətə, zorakılığa meylləndirir. Patoloji qısqanclıqdan əziyyət çəkən kişilər var ki, evə gəlir, çarpayın altına baxır, balkona baxır, pərdənin arxasına baxır, evdə adam var, kimsə gəlib, kimsə gedib, qaldığı yaşayış binasına kameralar qoyub, qapının üstünə qoyub, bunu təhlükəsizlik kimi qələmə verir. Əslində, bunun mahiyyətində patoloji qısqanclıqdır və yaxud xanım həyat yoldaşında pencəyində nə var, parfümündə nə var, telefonunu kontrol edir, belə formalarda özünü biroza verir. Burada genetik faktor da rol oynayır. Dayısında olub, atasında olub, anasında, əmisində. Bir genetik faktor, iki psixoloji travmalar, almış olduğu psixoloji travma buna təsir göstərir. Sosial şəbəkələr də qısqanclıq hissini artıran əsas faktorlardandır. Onlayn izləmə, statuslar, bəyənmələr və mesajlar insanlarda daim müqayisə və nəzarət ehtiyacını gücləndirir. Nəticədə qarşı tərəfə olan etimad zəifləyir və münasibətlərdə qısqanclıq fonunda gərginlik yaranır. Məsələ burasındadır ki, bunlar bu qısqanclığı sevgi kimi qələmə verirlər. Burada heç bir sevgidən söhbət gedə bilməz. Bu xəstəlikdir. Və bugün cəmiyyətdə, ailə daxili münasibətlərdə biz nəyi görürük? Misal üçün, istər şiddət olsun, istər insan tələfatı olsun və onların böyük əksəriyyəti məhz patoloji qısqanclıqdan əziyyət çəkən insanlardır. Və patoloji qısqanclıq zaman keçdikcə fərdin zərərli vərdişlərə meyl etməsinə gətirib çıxara bilir. Mütəxəssisin sözlərinə görə patoloji qısqanclıqdan əziyyət çəkən insanlar daxilən narahat olur, davamlı əhval-ruhiyyələri pozulur, özlərinə qapanır və aqressiv olurlar. Ancaq bunu normal hal kimi deyil, xəstəlik kimi qəbullanıb, sosial-psixoloji dəstəklə həll etmək mümkündür. Ayşən Sərdar qızı, Aydın Bayramov, Xəbər Ertəsi.